Bir müddət əvvəl Azərbaycan media resurslarında da belə bir xəbər yayılmışdı. Kaliforniya yanğınlarının xəritəsi Qəzza zolağının xəritəsinə bənzəyir. Bu absurd iddianın məntiqini davam elətdirək. Yəni Allah yarım ildən çox kütləvi uşaq qətliamına, soyqırımına göz yumdu, axırda da Kaliforniyada meşəni yandırıb pankart açdı. Allah xoreoqrafdır, rəssamdır ya protest eləyir. Peyğəmbərin ayı bölməsinə inanan insanlardan çox rasionallıq gözləyirik sanki. Və ya dindarlar var ki, Kaliforniya yanğınları ilə bağlı xəbərə istehza eləyirlər, amma bir nəfərin əsa ilə dənizi böldüyünə inanırlar. Bəs bu inanc sistemləri belə zəif, gülünc arqumentlərlə necə əsrlərlə ayaqda durur? Biz din deyəndə çox yanlış bir nöqtəyə, fərdi, daxili inanclara fokuslanırıq. Halbuki inanc bir sosial konstruksiyadır. İnsanlar həqiqətən inanmaq yerinə sosial münasibətlər və gözləntilər çərçivəsində inanc sistemlərinə qoşulurlar. Fərdlər əsasən qəbul olunmaq və ya bir qrupa aid olmaq üçün inanırlar. İnanc performans kimidir. Şəxsi daxili dürüstlükdən, spirituallıqdan çox sosial harmoniya və qarşılıqlı münasibətlərə hesablanıb. Bizim üçün inandığımızın özü yox, inanan başqa birinin var olması vacibdir. Sosial yoldaşlıq fərdi inancın funksionallığını təmin eləyir, hətta hipotetik bir şeyə inanmalı olsaq belə. Zizek buna bir misal verir. Ata Santa Clausa inanmır, amma uşağı üçün inanırmış kimi davranır. Uşaq da Santa Clausa inanmır, amma atanı üzməmək üçün inanırmış kimi aparır özünü. Ona görə sən milyon dəfə bir insana rasional səbəblər versən də, bu ona sosial münasibətlər çərçivəsində uyğun gəldiyi müddətdə oynanacaq. İnanan birinə Qurandan elmi şəkildə sübut olunmuş onlarla səhv göstər, onun üçün heç nə dəyişməyəcək. Bütün ideologiyalar belə işləyir. İnsan haqları, demokratiya kimi abstrakt konsepsiyalarda sosial kontekstdə önəm qazanır bizim üçün. Çünki bu inanc bizə həm də aidlik duyğusu verir.